Ötən gecə Bakı-Sumqayıt yolunda dəhşətli avtomobil qəzası baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, ağır tonnajlı yük maşınının minik avtomobillə çırpılması nəticəsində Qubadlı rayon Qaralar kənd sakini 1980-ci il təvəllüdlü Kamil Əlövsətoğlu Sərməsov dünyasını dəyişib. Məlumat üçün qeyd edək ki, Kamil Sərməsov müğənnidir. Baş vermiş faktla bağlı cinayət işi açılıb, araşdırma tədbirləri davam etdirilir. Tanınmış jurnalist Nicat Novruzoğlu Nicat Rüstəmov da vəfat edib. Doğru xəbər Azərbaycanın məlumatına görə 48 yaşlı jurnalist uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onu da qeyd edək ki, Nicat Novruzoğlu Ədalət qəzetində çalışırdı. Allah hər ikisinə rəhmət eləsin.